gedəcəyik ikinci ümumi təhsilin idarə olunması. Deməli, müəllimlər, ümumi təhsilin idarə olunmasını necə fərqləndirmiş olacaqsınız? Baxın, birinci gələcək, biz deyirik ki, ümumi təhsilin idarə olunmasının 3 prinsipi var. Birinci, hesabatlıq. İkinci, məsuliyyətin bölüşdürülməsi. Üçüncü, yadda saxlayın ki, inkişaf monitoringi. İndi bir daha təkrarlayaq. Ümumi təhsilin idarə olunmasının neçə prinsipi oldu müəllimlər? 3 prinsipi. Birinci, hesabatlıq. İkinci, məsuliyyətin bölüşdürülməsi. Üçüncü, inkişaf monitoringi. Gəlin sizə bir dənə nümunə gətirim. Müəllimlər, işlədiyiniz müəssisədə üçüncü inkişaf monitoringidir. Baxın, sizə bir dənə belə bir nümunə gətirim. Müəllimlər, işlədiyiniz müəssisədə hesabat verirsiniz, elə deyilmi? Yarım ilin sonu, ilin sonunda hesabat verirsiniz direktora. İndi bunu şifahi verirsiniz, yoxsa yazılı? Yazılı. Deməli, yadda saxlayın. Hesabat şifahi olmur, yazılı olur. Aydındır mı? Bax, siz özünüzdən götürün. İşləyən müəllimsiz, bunu daha rahat yadda saxlamalısınız. Hesabatı yarım ilin sonu, ilin sonu verirsiniz və bunu şifahi vermirsiniz, yazılı verirsiniz. Hesabat yazılı olur. Məsuliyyətin bölüşdürülməsi nədir? Müəllimlər, müəssisədə necə olur? Rəhbər öz işini edir, metodist öz işini edir, tərbiyəçi öz işini edir. Elə deyilmi? Yəni, müəllim öz işini edir, hər kəs dayə öz işini edir. Məsələn, sizin xoşunuza gələrmi? Siz kiminsə işini görəsəniz, amma maaşı o alsın. Heç kimin xoşuna gəlməz. Məsuliyyətin bölüşdürülməsi budur. Hər kəs öz işini edir müəssisədə. Belə yazırsınız. Müəssisədə hər kəs öz işini edir. Sonra yazırıq inkişaf monitoringi. İnkişaf monitoringini necə götürəcəksiniz? Bunu bir növ yoxlayış kimi qeyd edin. Kənardan gələn yoxlayış deyiriksə, nə götürmüş olacaq? İnkişaf monitoringi. Məsələn, bizdə həmişə uşaq vaxtı qorxudurlar ki, komissiya gələcək, yoxlayış gələcək.